Aşıqdır cənnət sənə, heyrandır İsmət sənə. Qiyamət günü Allah bəzilərinə deyəcək ki, mən səni seçmişdim ki, İmam Zaman əleyhissalamın, 12-ci imamın ən yanında olan adamlardan olasan. Misal üçün deyirəm, misal üçün. Ən yaxın adamlarından olasan. Sən hey xarab elədin, mən yavaş-yavaş aşağı saldım. Dedim, yox, 10-cu adam olacaq, sonra dedim 100-cü adam olacaq, sonra dedim 1000-ci adam olacaq, sonra dedim, yox, sən o qədər xarab elədin ki, mən dedim ki, bu iş. Peyğəmbərimiz deyir ki, bu kişi bugün öləcək, dünyasını dəyişəcək, bunu ilan vuracaq. O gedir və sağ-salamat qayıdır. Sahabələr görür ki, bu salamat qayıtdı və soruşurlar ki, ya Rasulallah, siz demişdiniz ki, bəs bu öləcək, onda içində odun olur. Dir odunu yerə qoy, odunu yerə qoyduğu zaman odunun içindən ilan çıxır və gedir. Peyğəmbər buyurur ki, bunun üçün ölüm təyin edilmişdi, amma evdən çıxdığı zaman sədəqə verdi deyə Allah ömrünü uzatdı. Yəni bu həmin ilan